Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Bu günlərdəki bizim mövzumuz bilirsiniz ki, bu mən bir neçə ay bundan öncə bu əxlaqsızlıqla bağlı məsələləri biz qaldırmışdıq bu telekanallarda. Ondan sonra biz baxdıq, gördük ki, orada heç bir dəyişiklik olmadı. Və biz məcbur olduq ki, yenidən bu mövzuya qayıdaq. Biz indi ictimai adamlar olaraq mütləqdir ki, biz bu məsələlərlə bağlı öz fikrimizi bildirməliyik. Çünki heç kəsə icazə verilməyib ki, biz millət olaraq bizim əxlaqımızı pozsunlar, bizim balalarımızın, nəvələrimizin əxlaqını pozsunlar, gələcəklərini məhv eləsinlər. Birbaşa bu telekanallar bizim millətimizin gələcəyini məhv eləyir. Ancaq bütün bunların işləri birbaşa bu istiqamətə yönəlib. Və Mədəniyyət Nazirliyinə rəsmi məktub da göndərdik. Nə bilim, Avizyon nə şirkətidir, indi mən dəqiq yadımdan çıxdı, mən oraya məktub da yolladım. Ki, bunları bax, heç bir nəticə yoxdur. Yenə bu əxlaqsızlıqlar davam edir bu telekanallarda. İndi keçək telekanallardan qırağa. Bu restoranlar çıxardıblar, bilirsiniz, son dövrlərdə, bu son illərdə və üstünə yazırlar ailəvi restoran. Yəni, ailəvi sözün ona görə yazırlar ki, insanlar ailəsinin uşağını götürüb gəlsin, ona cəlb edirlər. İndi gəlin belə baxaq. Görək bu ailəvi restoran yazılan restoranlarda müğənnilər kimlərdir? Əgər sən burada ailəvi yazmısansa restoranın üstünə, ora sən gətirirsən lüt, küçə qadınlarını çıxardırsan, əllərini də mikrofon vermirsən, heç o qadınlar bağışlayan üzr istəyirəm, heç bilmir onun əlindəki mikrofondur ya qarabadımcandır. Yəni ki, o gətirib orada lüt bədənin göstərirsən. Biri arvadı ilə oturub, biri uşağı ilə oturub, biri gəlini ilə oturub. Çünki sən bunun üstündən yazmışsan ailəvi. Ailəvi restoranları əxlaqsızlıq yuvasına çevirənlər haqqında niyə görə bəzi qurumlar, aidiyyəti qurumlar tədbir görmür? Hətta həmin aidiyyəti qurumların işçiləri də öz arvadını götürür, apar orada həmin o pozğunlara, o restoranların qabağındakı o tır maşınlar deyəm, nə orada yatanları çıxardıb orada oxudurlar. Və bu da oturur ailəsinə, uşağı ilə baxır ora. Bir insanda qeyrət olar, insanda şərəf olar, namus olar. Bu nə günə qalıb bizim bu millət? Düz söz deyəni də 7 arxa dönəni söyürlər. Başlayırlar burada, ağzını atırlar dalına, işdən xəbəri olanda, olmayanda, başı çıxanda, çıxmayanda, ancaq sən söyməklə məşğullar. Ay kişi, ay insanlar, bu əxlaqcı qoruyun, saxlayın, gələcək nəsillərə də ötürün. Əxlaqı olmayan insanın imanı olmaz. İmansız insandan heç nə olmaz, o insandır. Yəni, əxlaq normaları insanda birinci öndə gələn bir məsələdir. Bu əxlaq normaları ki, yoxdur. Bunlar süni şəkildə, bilərəkdən pozulursa və pozanlar haqqında tədbirlər görülmürsə, onda xalq özü bu obyektlərə, bu yerlərə getməsin. Utanmırsan, özünün adlı kişi qoymusan. Bax, sənə deyirəm. İndi deyəcəm kimə? Aparıb 10.000 verirsən, gətirirsən fahişəni, dalı, qabağı, hamısı çöldə. Götürürsən arvadınla toyda üz-üzə oynadırsan, gəlinlə üz-üzə oynadırsan, gəlinlə dodaq-dodağa öpüşdürürsən o fahişəni. Çox üzr istəyirəm, dönə-dönə buradan, mundarı. Sən nətər kişisən? Sən birinci özünə qiymət qoy da. Nətər kişisizsiniz? Mən tam xalqın dilində danışıram. Bədii ədəbi cümlələrdən mən demişəm, həmişə uzaq qaçıram ki, insanlar beyninə sirayət elə biləm, düzgün məni başa düşsünlər. Gətirmin də toylarınıza.
Gətirmə də, ay şərəfsiz. Gətirmə də, utanmırsan onun dalından, qabağından. Aylığın uşağın yanında utanmırsan. Ay sənin əxlaqına tüpürüm. Ay vicdanına tüpürüm sənin. Sən necə kişisən? Necə kişisən sən? Abi insanda kişilik olmayandan sonra agresiv danışıram. Bəzi adamlar indi baxır, pis təsir edir ona ki, abi Azad İskəndərin agresiv danışır, nəmnə var. Məni danışdıran əsəbdir, içərimdəki əsəbdir. Əsəbdir ki, yəni bu millət niyə bu günə qalıb ki? Niyə görə siz həmin bu adamlarla mübarizə aparmısınız? Gedirsən, görürsən ailəvi restoran yazıb, girirsən içinə görürsən fahişələr düzülüb orada. Niyə gedirsən ora? Niyə ailə, uşaqlar, vadı, qızı ora aparırsan? Və yaxud da ki, ailəvi restoran yazılıb, fahişəxanalar işlədənlərə niyə görə adəti qurumlar tərəfindən bir daha təkrar eləm nəzarət olunmur? Niyə gedib yoxlamırlar? O kişi bir dənə balaca cəmaat şikayət edilir, gəlir yanımıza görür. İndi biz hüquq müdafiə təşkilatı. Balaca bir dükkan açır, 40 dənə qurumdan gəlib girirlər ora. Bu fahişənin xananı görmürsünüz. Bir söz demir ki, əgər kimsə fahişəxana işlətmək istəyirsə, legallaşdırın qanuni şəkildə, Avropada kimi və bəzi dövlətlərdə kimi, laf Türkiyədə də var idi bu. O genel evləri deyirdilər. Gödün bir dənə fahişəxana açın, cəmaat geçsin orada dincəlsin də, fahişəxanada içəri girin, qapında bağlı, 30-40 də fahişə saxlı, laf belə hər şəhərdə olsun bir də fahişəxana. Onun üçün gedən adamlar bir də şəhərin kənarında dikişdirin, legallaşdırın burada, legitimləşdirin, nə bilim, nə var üstü eləyin. Bu cəmaatın əxlaqını, ya pozursunuz bu insanları. 10 nəfər, 20 nəfər klient olacaq, gedib gələcək ora, həmin o genel evlərinə. Amma belə ucdan tutma, millətin əxlaqını pozmaq, gənclər, uşaqlar bizim gələcəyimizdir, milli dəyərlərimizdir, onların əxlaq normalarını pozmaq, onları qeyrətdən salmaq. Baxın, indi mənə deyirlər ki, oxuyuram, hal-hazırda telefonun üzərindən yazılar gedib, oxuyuram orada. Yazırlar ki, 3 gündür bu məsələ ilə mən danışım, orada yazırlar. Deyirlər ki, hansı zonanın, Azərbaycanda hansı regionda ən çox bu fahişələr buraxılır? Mən nə bilim? Bu nə sualdır? Mən bilirəm ki, bir aralar Moskvada da ya harada bu alver eləyənlər, məsələn, tacirlər, ticarətçi, alver eləyən uşaqlar var idi, Sabirabad uşaqları idi, oradan çıxırdı. Şirvan uşaqları vardı, Sovet dövrünün o dağılan vaxtında reketli, banditliklə məşğul idilər orada. Mən yadımdadır da, yəni pis mənada demirəm, yaxşı deyildi, əcəb deyildilər. Yəni kimlərə qarşı, nəyə qarşı? Nə bilim, Səlyandan hərbiçilər çıxıb, sonra bu Lənkəran cənub bölgəsindən də hərbiçilər çıxıb. İndi bu fahişələri özünüz bilin, mən burada ad çəkmək istəmirəm, çünki yenə başlayacaqlar məni söyməyə. İndi fahişələr ölkəmizin hansı bölgəsindən istehsal olunub çıxır, əsasla haralıdırlar onlar, baxın, görəcəksiniz haralıdır. O fahişələri axtarın, tapacaqsınız, hardan çıxırlar onlar. Həmin o regionun adamlarına müraciət eləmək lazımdır. İstir sosial şəbəkələr isə, bu qız doğur dünyaya gəlib, bu uşağın tərbiyə eləmirsin, qeyrəti çatmır. İndi hər yerdə var, söz yox, o deməkdir ki, filan rayonlarda bu çıxır, filan yerlərində yoxdur, hər yerdə var, o pisin, yaxşı hər yerdə var. Amma bu telekanallarda fahişəli elə müğənnilər var, sifətlərinə baxırsan, bədənlərin çöldə qoyub, insanlarımızın əxlaq normalarını pozurlar. Bunların 90%-i hansı bölgədəndir? Əziz millətim, bilirsiniz, bax, həmin bölgənin insanlarına sosial şəbəkələrdə həmişə yazın, qınaq eləyin onları. Qoymasınlar, qarşısını alsınlar. Dövlət nə qarmalıdır ki, dövlət gedib deyəcək ki, ay, qadın, o çöllə qoyma, buru çöllə qoyma. Qadın evində kişi yoxdur, gəlib düşürlər də çöllərə. Ona görə də buradan yenə təkrar edirəm. O fahişələri toylarınıza, məclislərinizə gətirməyin, yekə kişisiniz, namusunuz, qeyrətiniz olsun.
Ha, bu nə deməkdir? Biri mənə yazıb ki, o mən toya gətirəndə mən namusum, qeyrətim korlanacaq. Mən gedib ona qohum olmuram ki, pul verib toyuma gətirəndə. Ay şərəfsiz, arvadınla ağız-ağıza öpüşə oynaya-oynaya. Qızınla, gəlinlə. Sən o necə qəbul edirsən ki? Ona görə də hər bir kəs bu əxlaqsızlıqla mübarizəyə qalxmalıdır. Yaxşı kişilərin, namuslu, qeyrətli kişilər dövlətin də sütunu olacaq, millətin də sütunu olacaq. Namussuzdan, oğraşdan, şərəfsizdən nə dövlət sütunu olar, nə millət müdafiəçisi olar. Çox sağ olun, aqressiv danışdığıma görə hər kəsdən üzr istəyirəm, amma mən inanıram ki, hamınız mənim bu fikirlərimdən şərik olacaqsınız, bura baxan çoxları. Çox sağ olun, gecəniz xeyrə qalsın, Tanrı Azərbaycanı qorusun, Tanrı Türkü qorusun, Tanrı millətimizi qorusun.